Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi işrah li sadri ve yessir li emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Amma ba'd. Əziz qardaşlarım, hamınıza, eləcə də özümə Allahdan qorxmağı nəsib edir. Hamımızın adından Allaha çoxlu şükürlər edirəm ki, bizə bu mübarək aya yetişməyi nəsib edir. Və Allahdan istəyirəm ki, bu ayın sonuna dək ixlasla, imanla, savabını Allahdan diləyərək oruç tutmağı, gecələri də ibadətlə keçirməyi bizə nəsib eləsin. Amin. Sonra da bu ibadətləri bizdən qəbul edəsin. Ramazan ayı yetişərkən birinci gecəsində Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyərmiş. Bu gecə Allah Ramazan ayını görməyi bizə nəsib etdi. Gecə şeytanların əl-qolu qandallandı, cəhənnəmin qapıları kilitləndi və cənnətin qapıları açıldı. Və carçı mələk səsləyib deyir, ey xeyr istəyən kəs, xeyr, xaq işlər görməyə tələs, ey şərdən çəkinən insan. Pislik etməkdən çəkin. Bu gecə Allahın cəhənnəm odundan xilas etdiyi kimsələr vardır. Və bu Ramazan ayının hər gecəsi təkrar olunur. Yəni Ramazan boyu şeytanların əl-ayağı bağlı olur, cənnətin qapıları açıq, cəhənnəmin qapıları bağlı. Və nə qədər çox Allahdan bağışlanma diləsək, bir o qədər Allah Subhanahu taala bizim günahlarımızı bağışlayar. Mən sizə, əziz qardaşlarıma, elə əməllərdən xəbər vermək istəyirəm ki, bu ayda onu maksimum yerinə yetirəsiniz və Ramazan ayından istifadə edəsiniz. Səmərəli keçirəsiniz bu ayı. 5 şey deyəcəm əsas. 5 əməl. Bunları yaxşı-yaxşı yadınızda saxlayın. Onlara əməl edin. Və hər növbəti əməli dediksə, əvvəlkiləri soruşacaqım. Və xahiş edirəm ki, işarə elədiyim, göstərdiyim adam cavab versin. Hamı xorla cavab verməsin. Birincisi və ən möhtəşəm əməl sayılan bu ayda görəcəyimiz iş Allahı yad etməkdir. Allahı yad etməyin özü 3 qismə bölünür. Quran oxumaq, zikirlər etmək və çoxlu dualar etmək. Quran oxumaq barədə bilirsiniz nə qədər hədis rəvayət olunur. Quranın fəzilətinə dair. Bilirsiniz nə qədər? 50-dən çox hədis rəvayət edilir. Bu hədisləri bir-bir oxuyub başa düşsəz, Quran-ı Kərim əlinizdən düşməyəcək. Necə ki, telefonlar əlinizdən düşmür. Bu hədislərdən birini deyəcəm sizə. Quran oxumağa sizi təşviq etmək üçün. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü Quran-ı Kərim gələcək və onu oxuyan adam üçün şəfaətçilik diləyəcək və deyəcək, ey Rəbbim, bu adam məni gecə gündüz oxuyurmuş. Onun mükafatını verir. Allah Subhanahu taala əmr edəcək həmin adamın başına kəramət tacı qoyulacaq.
Sonra Quran-ı Kerim yenə yalvaracaq, deyəcək, ey Rəbbim, onun bəzəyini artır. Və yenə Allah Subhanahu wa ta'ala əmr edəcək, həmin adama kəramət əbası geydiriləcək. Bununla o adam məhşərdə digərlərindən seçiləcək. Başında kəramət tacı, əynində də kəramət əbasını görən hər kəs başa düşəcək ki, bu adam çoxlu Quran oxuyan adam. Sonra yenə Quran-ı Kerim müraciət edəcək Rəbbinə, deyəcək, ey Rəbbim, ondan razı qal. Allah da cavab verəcək. Ondan razı qaldım. Sonra buyuracaq. Oxu, hər ayəyə görə sənin dərəcən, vəzəyin, hörmətin, savabın artacaqdır. Qardaşlar, nə qədər çox Quran oxusaz, hər ayəyə görə qiyamət günü sizi dərəcələr gözləyir. Ucalacaqsınız. İndi kimsə çıxır, deyir ki, Ramazan boyu Quran-ı Kərimi 3 dəfə xətm elədi. Bununla da fəxr edir ki, 3 dəfə xətm edir. Halbuki sahabələr beləsinə tənbəl kimi baxırdılar. 3 günə bir dəfə xətm eləyənlər var idi. Ayda 10 kərə xətm edirdilər Quran-ı Kərimi. 2 günə xətm edənlər olur. Yəni, 3 günə hələ ən fəalları xətm edir. Lakin əksəriyyət heç bir dəfə xətm etmir. Heç olmasa bir dəfə Quran-ı Kərimi xətm etmək nədir ki? Çoxlu Quran oxuyun, qardaşlar. Hər hərfə görə 10 savab qazanacaqsınız. İkincisi, vaxtında zikirləri edin. Gündəlik zikirlər ki var, səhər, yuxudan oyandıqda, namazdan sonraki zikirlər, səhər və axşam zikirləri, axşam yatağa uzandıqda olan zikirlər və digər zikirlər, bu bizim öhdəmizə düşən vaciblərdir. Yəni, bunu hər bir müsəlman eləməlidir. Ona möhtac olmalıdır. Yeməyə, içməyə möhtac olduğu kimi. Ondan əlavə isə zikirlər etmək, əlbəttə, möminə yaraşan xislətlərdəndir. Allah məhz Allahı çox zikr edən möminlərə cənnəti vəd edir. Quran-ı Kərimdə ayələrin birində Allah Subhanahu Teala möminləri vəsf edir. Namaz qılanlar, oruç tutanlar, sədəqə verənlər, Allah yolunda vuruşanlar və Allahı çox zikr edənlər üçün Allah Teala cənnət və bağışlanma vəd etmişdir. Demədi ki, çox namaz qılan, çox oruç tutan, çox sədəqə verən, çox, yeganə çox zikr edənlər deyir. Allahı çox zikr etmək üçün nə etməlisiniz? Gün ərzində 100 dəfə la ilahe illallah deyin. 100 dəfə subhanallah və elhamdülillah və la ilahe illallah və Allah akbar deyin. 100 dəfə subhanallah və bihamdi subhanallah azim deyin. 100 dəfə estağfirullah və atubu ileyh deyin. 100 dəfə la havle və la quvvete illə billah deyin. Beləliklə də savabınızı artırın. Bayaq dediyim zikirlərin hər birinə ayrı-ayrılıqda kifayət qədər fəzilətinə dair hədislər var idi o. Hərəsinə bir hədis deyəcəm ki, o zikirləri etməyə sizdə həvəs olsun. La ilahe illallah barədə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim bu zikri gündə 100 dəfə desə, günahları dənizdəki köpük qədər olsa Allah onu bağışlayar. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allah akbar zikri. Ümmühani radiyallahu anh deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem mənim yanıma gəldi. Dedim, ya Rasulullah, mənə elə bir əməl öyrət ki, oturduğum halda mən onu edim və çox savab qazanım. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, 100 dəfə subhanallah de, bu sənin üçün İsmail aleyhissalamın nəslindən 100 kölə azad etməyə bərabər olacaq.
100 dəfə əlhəmdülillah desən, bu sənin üçün Allah yolunda vuruşan mücahidlərə verilmiş 100 ata bərabər olacaq. 100 dəfə Allahu Akbar desən, bu sənin üçün qurban günü kəsilmiş və Allah tərəfindən qəbul olunmuş 100 dəvəyə bərabər olacaq. 100 dəfə la ilahe illallah desən, bu sənin üçün yerlə göy arasını savabla dolduracaq. Hədisin əsas hissəsi gəlir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, və həmin gün bu zikri edən kimsə istisna olmaqla heç kəsin savabı səninkindən çox olmayacaq. Yəni, əgər adam bu zikri 100 dəfə edibsə, başqa birisi isə onu etməyib, başqa əməllər edibsə və savab qazanıbsa, savabı bununkindən çox olmayacaq. Həmçinin, lə həvlə və lə quvvətə ilə billah. Rasulullah sallallahu aleyhi ve sellem Mi'raj səfərində İbrahim aleyhissalama rast gəlir. İbrahim aleyhissalam ona buyurur ki, ümmətinə əmr et, özləri üçün cənnətdə ağac əksinlər. Rasulullah sallallahu aleyhi ve sellem də soruşur, onu onlar necə edə bilərlər? Cənnətdə ağac əkmək istəyirsinizmi, qardaşlar? Necə əkəcəksiniz? Əgər ağac əksəniz, deməli, tez o ağacların yanına gidib çıxacaqsınız. Cənnətli olacaqsınız. Odur ki, özünün üstünə ağac əkin. Soruşur, necə? İbrahim aleyhissalam deyir ki, lə həvlə və lə quvvətə illə billəh deməklə. Hər dəfə lə həvlə və lə quvvətə illə billəh deyəndə bir ağac əkmiş olursan. Odur ki, bu zikri hər gün 100 dəfə deyin, qardaşlar. Həmsinin Subhanallahi və bihəmdi Subhanallahi lazim. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah üçün ən sevimli olan, tərəzidə ən ağır gələn və tələffüzü ən asan olan 2 kəlmə vardır ki, bunlar Subhanallahi və bihəmdi Subhanallahi lazimdir. Bunu da 100 dəfə deyə bilərsiniz. Və nəhayət, əstəğfirullah və atubu ileyh. Rasulullah sallallahu aleyhi ve sellem bu zikri hər gün 100 dəfə deyərdi. Deyirsinizmi? Bu zikri hər gün 100 dəfə deyin, qardaşlar. Deyin ki, günahlarınız bağışlansın. Və bir də, bayaq dedim ki, 3-cü qismi duadır. Dua. Artıq iftarımızı eləmişik, əlhəmdülillah. Günümüz tamamlandı bu gündə. Özünüzə insafla sual verin. Bu gün ərzində Allaha nə qədər dua etmişsiniz? Və ya sualı başqa cür qoyun. Allah sizə bu gün ərzində ona dua etməyə müvəffəqiyyət veribmi? Veribsə, xoş sizin alınıza. Verməyibsə, Allahdan onu istəyin. Allahdan istəyin ki, Allah subhanətələ sizə dua etməyə müvəffəqiyyət versin. Ömər ibn Xattab radiyallahu anh deyir ki, mənim üçün duanın necə qəbul olunacağı əhəmiyyət kəsb eləmir. Bunun üçün narahat deyiləm. Əgər dua eləsəm, o 100% qəbul olacaq. Çünki Rəbbim səxavətlidir, həyalıdır. Ona tərəf əllərini qaldırıb, dua eləyən əllərini boş qaytırmağa utanır. Məni narahat edən odur ki, Allah məni dua etməyə müvəffəq edəcək, ya yox. Ondan narahat olun, qardaşlar. Hər gün Allah Taala sizə dua eləməyə müvəffəq edirmi? Buna can atın. Quran oxumaq da, zikr etmək də, dua etmək də, bunlar hamısı Allahı yad etməyə aiddir. Bu da ən möhtəşəm əməldir. Allah Subhanahu deyir ki, Ələ bi zikrilləhi tətmainnul qulub. Allahı yad etməklə qəlblər rahatlıq tapır. O insanlar ki, gecə-gündüz Quran oxuyur, zikirləri edir, dualar edir, bunlar bu həyatda heç nədən narahat olmurlar. Başlarına gələn hər bir işə görə Rəbbinə həmd edirlər. İkincisi, bu orucluq ayında edəcəyiniz əməl, orucunuzu da, gecə ibadətlərinizi də ixlasla, imanla, savabını Allahdan umaraq yerinə yetirməlisiniz.
o halda o qəbul olacaq. Hamı edir, mən dedim, belə o qəbul olan deyil. Yəni, bu tərəfdən ac, susuz qalacaq, o tərəfdən isə günah işlər görəcəksiniz. Riyakarlıqla bu orucu edəcək, tutacaqsınız, onu Allah qəbul edəməyəcək. Allahın ona ehtiyacı yoxdur. Oruc tutmaqda məqsəd nədir? Oruc Allah üçün olsun. Günahlardan çəkinəsən. Allahın buyruqlarını yerinə yetirəsən. O zaman Allah da o orucu qəbul edəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, imanla, ixlasla, savabını Allahdan umaraq oruç tutar gündüzü. Gecələri də ibadətlə keçirərsə, Allah subhanət onun bütün günahlarını bağışlayar. Üçüncüsünə keçməmişdən qabaq, görün, birincisi nə oldu? Allah subhanət yad etmək. İkincisi? İxlas oldu. Amma Allah subhanət yad etməkdə özü də üçün əvvəl verirlər. Qısa bəsdir, qısa kifayət edir. Birincisi nə oldu? Allah'a yad etmək. İkincisi? İxlas. İxlas, əhsən. Allah'a yad etmək və ixlaslı olmaq. İbadətində, orucunda. Üçüncüsü, kin-küdurəti qəlbdən çıxarmaq. Mən əminliklə deyə bilərəm ki, müsəlmanların əksəriyyətinin qəlbində kiməsə qarşı kim var? O kini qəlbdən çıxarmaq lazımdır. Bu ay səbr ayıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, kim səbr ayını və bir də digər ayların 3 gününü, hər ayın 3 gününü oruç tutarsa, Allah subhanət onun qəlbini kin-küdurətdən təmizləyər. Bu ay fürsətdir ki, qəlbində olan kini çıxarasan, təmizləyəsən. O ay kəslərin alına ki, heç bu ayda belə düzəlmirlər. Kinli dəvə kimi o kini qəlbində saxlayır, qardaşlarını bağışlamağı bacarmırlar. Və deyirlər ki, heç vaxt onları bağışlamayacaq. Əgər mömindirsə adam, qardaşındırsa, başını səcdiyə qoyan, sənin Rəbbinə ibadət edən birisidirsə, mömindirsə, möminin özünə yox, nöqsandan nifrət eləmək lazımdır. Nöqsanı aradan qalxandan sonra yenə mömin qardaşın sayılır. İbrət üçün baxmalısan, Peyğəmbər sallallahu aleyhi ve sellem kiməsə qarşı qəlbində kin saxlayır, değil mi? Sahabələrə baxmalısan. Kinlidirlərmi onlar? Eləcə də alimlərə, onların yolunu gedən alimlərə baxırsan, görürsən ki, hamısı bu ayı Allah üçün ixlasla tutduğuna görə Allah onların qəlbini kin-küdurətdən təmizləyir. Bu ay qəlbi yumuşaldır, qardaşlar, Ramazan ayı. Onlar tez-tez Allahın onlara öyrətdiyi kimi, Quran ayəsində deyildiyi kimi dua edər, Rəbbinə yalvarıb deyərdilər. Rabbənə xfir lənə və li-ixvaninəl-ləzīnə səbəqunə bil-iman və lə təcəl fi qulubinə ğillən lil-ləzīnə əmənu Rabbənə innəkə raufur rahim. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki möminləri bağışla. Bizim qəlbimizdə möminlərə qarşı kin-küdurətə yer vermə. Həqiqətən sən şəfqətləsən, rəhimlisən. Bu duanı ixlasla edən adamın qəlbində mömin qardaşlarına qarşı kin ola bilərmi? Əgər duanı etsə və yenə qəlbində kin olarsa, demək o duanı səmimi qəlbdən etmir və Allah da o duanı qəbul eləmir. Qəbul eləsəydi, onun qəlbini kindən təmizləyərdi. Çalışın qəlbinizi bu ayda təmizləyəsiniz. Heç kəsə qarşı qəlbinizdə kin-küdurət saxlamayasınız. Dördüncüsünə keçməmişdən qabaq sən qardaşsın. De görün, birincisi nə idi? Sən de. Allah'ı yad etmək. İkincisi, ixlaslı olmaq. Üçüncüsü, əhsən, kin-küdurəti qəlbinə təmizləmək. Dördüncüsü, sədəqə verməkdir. Müsəlmanların bir çoxu Ramazanın biri zəkatını çıxarır və Ramazan boyunu paylayır. Bu gözəl şeydir. Hamı gərək kasıblara əl tutmaq üçün əlindən gələn eləsin.
Peyğəmbər sallallahu aleyhi ve sellem il boyu kasıblara əl tutardı. Lakin Ramazan ayında bunu daha da çox edərdi. İbn Abbas radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazan ayında bəlk əsən küləkdən daha cömərd olardı. Daha səxavətli olardı. Bu insanlar əlindən gələni edərdilər ki, kasıbları sevindirsinlər. İndikilər onu edirmi? Bir neçə misal çıxdım sizə. Baxaq görək, onlar kimi eləyə bilərikmi? Abu Bakr radiyallahu anhdan Peyğəmbər sallallahu aleyhi ve sellem kömək istəyəndə gətirir mal dövlətini, qoyur onun qarşısına. Deyir, evdə nə saxladın ey Abu Bakr? Deyir, heç mi? Malımın hamısını gətirmişim. Bunu kimsə edə bilərmi? Ömər ibn Xattab radiyallahu anh 120 min dirhəm gətirib verirlər. Kisələrin ağzını açmadan əmr edir xidmətçilərinə ki, aparın paylayın. Bunu kimsə edə bilərmi? Osman ibn Affan radiyallahu anh'ın böyük bir karvanı gəlir Mədinəyə. Tacirlər nə qədər cəhd göstərir ki, ondan onu alıb, aparıb bazarda satsın, satmır. Bir az verirsiniz. Deyirlər, 1'ə 10, 1'ə 15 verək, vermir. Deyir, 1'ə 100 verən var. Ondan çox verə biləcəksinizmi? Allah yolunda paylayır malını. Əli ibn Əbi Talib radiyallahu anh bir misal kifayətlə o adamın həyatda nə cür yaşadığına nümunə olsun. Bir misal. Kasıb gəlir, deyir ki, yə əmir əl-müminin. Adam əmir əl-müminindir. Mənə kömək elə borcumu qaytarım. Deyir, vallahi mənim sənə kömək eləməyə imkanım yoxdur. Ancaq mən sənə dua öyrədəcəm. Elə bir dua ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, əgər birisinin dağ boyda borcu olsa belə, bu duanı eləsə Allah Taala ona o borcu ödəməyi kömək olacaq. Deyir, Allahümme kfini bi halalikə an haramik və əhnini bi fadlika amman sivak. Allahım, halal nimətlərin sayəsində məni haramdan uzaq elə və öz lütfün sayəsində məni özündən başqa heç kəsə möhtac eləmə. Sahabələr belə yaşayırlar. Biz onlar kimi ola bilirikmi? Və nəhayət, qardaşlar, 5-incisi bu ayda görəcəyimiz ən gözəl əməllərdən biri təqvanı artırmaqdır. Bu 5'ini kimsə də alaya bilər, bilir. Allah'ı zikr etmək, Əhsən. İxlasla oruç tutmaq, ibadət etmək. 3-cü. 2 küdürətdən uzaq olmaq. 4-cü. Sədəqə vermək. 5-ci isə təqvanı artırmaq. Bu ayda oruç tutmağın məqsədi də məhz təqvanı artırmaqdır. Bu ayı İslam alimləri təqva ayı adlandırır. Allah Subhanahu teala Əl-Bəqərə surəsində buyurur ki, Ey eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruç tutmaq vacib buyurulduğu kimi, sizə də oruç tutmaq vacib buyuruldu ki, Allahdan qorxasınız. Demək, oruç tutmaqda məqsəd Allah qorxusunu artırmaqdır. Oruç tutmaq, yəni pis əməllərdən çəkinmək, günahdan çəkinmək deməkdir. Təkcə aç-susuz qalmaq demək deyil. Və bir ay ərzində özünü öyrəşdirirsən bu günahlardan çəkinməyi, sonraki 11 ay ərzində o günahları eləmirsən. Bu cür təqvanı artırırsan. Və bir incə məsələ sizə bildirim. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə hər hansı bir şəriət qayda qanununu, əmr və ya qadağasını bir dəfə deyərdi. Deyərdi ki, namaz vacib buyuruldu və salam. Elə şey ola bilməz ki, sonra desin ki, bir aydan, 2 aydan sonra kiməsə desin ki, niyə namaz qılmırsan? Niyə namazı gecikdirirsən? Niyə namazı buraxmırsan? Belə şey ola bilməz. Sahabələr eşidən kimi dərhal onu eləməyə başlayır və ömürlərinin axırına qədər sevə-sevə onu yerinə yetirirlər. Ona görə Allah Taala onlara vəsf edərkən deyir,
Onlar deyərlər, səmi'nə və ata'nə, qufranəkə Rabbənə və ileykəl masir. Eşitdik, itaət etdik. Bizim günahlarımızı bağışla, biz sənin huzuruna qayıdacaq. Eləcə də oruç tutmaq, sədəqə vermək, günah işlərdən çəkinmək bir dəfə deyərdik. Amma qəribədir. Allahdan qorxmağı hər gün onların yadına salardı. Hər gün, hər nəsiyyətin əvvəlində, hər söhbətin əvvəlində, hər xütbəsinin əvvəlində deyərdi, Allahdan qorxun. Allah qorxusu elə incə məsələdir ki, onun üzərində çalışmasanız, o sizi tərk edəcək. Allah subhanahu teala Quran-ı Kərimdə başdan axıra qədər hər surədə Allahdan qorxmağa aid ayələr nazil edir. Onu oxuyanda ya Allah qorxusu, ya müttəqilərin halı, ya Allahdan qorxmayanların pis aqibəti xəbər verir ki, sənin təqvan artsın. Və hətta ayələrdən birində özdə möminlərə müraciət edir, 2 dəfə dalbadal Allahdan qorxmağı onlara əmr edir. Yə eyyuhəl-ləzinə əmənu, ittəqullah və tənzur nəfsun mə qaddəmət li qadin və ittəqullah innəllaha xabirun bimə tə'məlun. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah Rəbbinin huzuruna hansı əməlləri ilə gedəcəyini bir düşünsün. Allahdan qorxun, Allah sizin nə etdiklərinizdən xəbərdardır. Allah qorxusunu artırmağın yolları çoxdur. İnternetə girib bizim dediyimiz xütbələrə baxsaz, o xütbələr arasında təqvanı artıran 10 amil adlı xütbə var. Təqvanı artıran amillər arasında bir gözəl amil də odur ki, təqvalı insanların halına baxasan, onlar necə təqvalı olub, onlardan nümunə götürəsən. Və mən istərdim ki, indi sizə o insanlardan bir neçəsini misal çəkin. Baxasınız, onlar necə təqvalı olub və çalışasınız, onlara oxşayasınız. Təbii ki, birinci, bütün müminlərə misal olan, nümunə olan Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi zikr edəcəm. Rasulullah sallallahu aleyhi və səlləm gecə namazı qılırmış. Uzun-uzadı ayaq üstə durur, ağlaya-ağlaya Rəbbindən bağışlanma dilir namaz qılarkən. Namazda o qədər ağlayır ki, saqqalı, sinəsi, ayaqları, hətta oturduğu yer belə göz yaşı olur. Və həyat yoldaşı ondan soruşanda ki, ya Rasulullah, niyə bu qədər ağlayırsan, nə olub sənə? Axı, Allah sənin bütün günahlarını bağışlayıb. Rasulullah sallallahu aleyhi ve sellem ağlaya-ağlaya deyir ki, əfələ əkunə əbdən şəkura, Allahın şükür edən bəndəsi olmayıb mı? Şükür edən bəndə olmaq üçün, qardaşlar, Allahdan qorxmaq lazımdır. Təkcə namaz qılmaq kifayət deyil. Neçə insanlar namaz qılır, məyər onların hamısının namazı qəbul olurmu? Təqva ilə namazı qılanların namazı qəbul olur. Axı Allah subhanahu teala Quran-ı Kərimdə deyir, İnnəmə yətəqəbbəlullahu minəl müttəqin. Allah yaxşı əməli ancaq müttəqilərdən qəbul edir. Təqva olmasa heç bir əməl qəbul olmur. Nə namaz, nə oruz, nə də başqa əməl. Yadınızda saxlayın. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləm namaz qılar və ağlayarmış. Ağlamağı yadınızda saxlayın. İkincisi, Əbu Bakır, misal çəkirəm sizə, radiyallahu anh. Baxmayaraq ki, sağlığındaykən cənnətlə müjdələnmişdir. Nə qədər də İslam üçün işlər görmüşdür. Tərif olunmağa layiq idi. Lakin birisinin onu tərif ediyini eşidir və başlayır ağlamağa. Ağlaya-ağlaya dua edib deyir, Allahümmə lə tuaxidni bimə yəqulun və cəlni xayran mimmə yəzunnun və əqfir limə lə ya'ləmun. Allahım, onların məni bu cür tərif etdiyinə görə məni qınamın. Məni onların barəmdə zənn etdiyindən də xeyirli və onların bilmədikləri mənim gizlin günahlarımı bağışla. Həmsinin Ömər ibn Xattab radiyallahu anh. Bilirsiniz, nə cür sərt sahabə olur. Şeytan onu görəndə yolunu dəyişib, başqa yolla gedirdi.
cənnətlə müjdələnmişdi sağlığındaykən. Dəfələrlə təklif edir. Onun təklifindən sonra onun təklifinə uyğun, müvafiq ayə nazil olur. 6 kərə. Elə bu səbəbdən də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər məndən sonra Peyğəmbər gəlmiş olsaydı, Ömər olardı. Belə bir sahabə, o cür sərt sahabə, namaz qılarkən rəhmət ayələrinə yetişdikdə, əzab ayələrinə yetişdikdə hönkür-hönkür ağlayıb Allahdan bağışlanma diləyirmiş. Belə yaşadığına görə, bu cür təqvalı olduğuna görə ömrünün sonunda da ona gözəl sonluq nəsib edir Allah təala. Ölüm ayağındaykən, yerdə, həsirin üstündə, torpağın üstə, başı da torpağın üstəykən, ölüm büyüşlüğü gəlib gedərkən, özündən gedir. Oğlu Abdullah gəlir, yerə oturur və qaldırır atasının başını qoyur ayağının üstünə. Atası özünə gəldikdə deyir, oğlum, başımı qoy yerə. Deyir, niyə atacan? Əziyyət çəkirsən, qoy başın yumuşaq yerdə olsun, rahat olasan. Deyir, sənə deyirəm, başımı qoy yerə. Bəlkə Rəbbim mənim bu halımı görə günahlarımı bağışlayar. Əgər Rəbbim mənim günahlarımı bağışlamasa, vay mənim halıma. Ağlaya-ağlaya deyir bunu. Radiyallahu anh. Həmçinin Osman ibn Affan radiyallahu anh. O da cənnətlə müjdələnmişdi. Mələklər ondan utanırdı. Fəzilətə baxın. Arxain ola bilərdi ki, cənnətliyəm. Lakin arxain deyil. Yenə Allahdan qorxurdu. Hər dəfə qəbirsanlığın yanından keçəndə qəbirlərin yanında dayanır, qəbirlərə baxar, hönkür-hönkür o qədər ağlayardı ki, özündən gedərdi. Özünə gəldikdə deyərdi, qardaşlarım, qəbir axirət mənzillərinin birincisidir. Orada halınız necə olsa, axirətdə də halınız ona uyğun olacaq. Heç qəbir barədə düşünmüsünüzmü, qardaşlar? Axı, hər birimizi qəbirə qoyacaqlar. Bu həqiqətdir. Belə bir məsələ var. Deyirlər, bir dəfə həyat ölümə sual verir. Niyə görə insanlar məni çox sevir? Səndən isə həzər edirlər. Qorxurlar. Deyir, çünki sən şirin yalansan, mən isə acı həqiqət. Heç kəs deyə bilməz ki, mən ölməyəcəm. Yer üzündə hər kəs bilir ki, öləcək. Həqiqətdir bu. Öləcək və qəbəyə qoyulacaq. Ora qoyulacağınız günü düşünün. Nə cavab verəcəksiniz? Onda istəmədiniz qəlbiniz yumuşalacaq və Rəbbinizdən bağışlanma diləyəcəksiniz. Və nəhayət, Əli ibn Əbi Talib radiyallahu anh, bu sahabə tez-tez minbərdən cəmaata müraciət edər, ağlaya-ağlaya deyərmiş. Qardaşlar, axirət qarşıda hər kəsi gözləyir. Nə cavab verəcəyinizi düşünün. Bugün əməl edirsiniz, heç kəs sizi sorğu-suala çəkmir. Ancaq orada sorğu-sual olunacaqsınız. Baxın, bu sahabələr başda Peyğəmbər sallallahu aleyhi ve sellem olmaqla hamısı dedim ki, ağlaya-ağlaya Rəbbindən bağışlanma diləyirdi. İndi bir düşünün. Bu kişilər nə qədər döyüşdə iştirak edir? Nə qədər yaralar alırlar? Qılınc, nizə, ox yarası. Heç o yaraları alanda, yaralananda ağlayıblar mı? Kişi ağlayar mı? O yaralar olanda ağlamayıblar. Yəni, döyüşdə yaralananda ağlamayıblar, dözüblər o ağrılara. Ancaq Rəbbinin qarşısında günahlarını xatırladıqda ağlayıblar. Bax, bu da əsr mömin. Əsl mömin barədə Peyğəmbər Allah Subhanahu da Quran-ı Kərimdə buyurur: "İnneməl mu'minunəllezine izə zukirallah vecilet qulubuhum və izə tuliyat aleyhi ayatuhu zadatum iman." Möminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri titrəyər, ayələri oxunduqda imanları artar. Bir misal da çəkim sahabədən Salman Farisi radiyallahu anh.
Salman Farisi radiyallahu anh'ın yanına 2 nəfər gəlir. Onlar da sahabə olur. Və deyirlər, ey Rasulullah sallallahu aleyhi və səlləmin sahabəsi, sənə Şamdan, qardaşın Əbu Dərdədən salam gətirmişik. Salman radiyallahu anh başlayır ağlamağa, ağlaya-ağlaya deyir ki, mən hələ sahabə deyiləm. Qəribə cavabdır, hə? Necə yəni sahabə deyiləm? Salman kimi sahabə var. Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, 3 nəfər üçün cənnət darıxır. Səbirsizlik ilə onları gözləyir. Əli ibn Əbi Talib, Salman Farisi, Ammar ibn Yasir. Bundan o tərəfi var, cənnət darıxır onlar üçün. Bəs niyə sahabə bu sözü deyir özdə ağlaya-ağlaya? Təqvaya baxın. Sahabə Peyğəmbər sallallahu aleyhi və sələmin vəfatından sonra neçə-neçə müsəlmanların mürtədd olduğunu, dindən çıxdığını görmüşdür. Və arxain deyirdi ki, sahabə olduğu halda dünyadan köçəcək. Ağlaya-ağlaya deyir ki, əgər mən bu halım üzərində dünyadan köçsəm, o zaman sahabə sayılacaqam. Diqqət edin, Quran-ı Kərimdə görün necə möhtəşəm ayədir. Və bu ayəni əslində duadır. Müsəlmanlar, başda da səhabələr olmaqla, daim Rəbbinə yalvarıb bu ayə ilə, bu dua ilə müraciət edərlər. Ya Fatırəs səməvat vəl-ard, əntə vəliyyünə fid-dünya vəl-əxirə, təvaffənə musliminə və əlhiqnə bis-salihin. Ey göyləri və yeri yaradan Allahım! Dünyada da, axirətdə də bizim himayədarımız sənsən. Odur ki, bizi müsəlman kimi yaşat, müsəlman kimi canımızı al və əməli salihlərə qovuşdur. Hansı birimiz zəmanət verə bilər ki, müsəlman kimi bu dünyadan köçəcək? Hə? Verə bilərsinizmi? Biz yalnız Rəbbimizə yalvara bilərik ki, Ya Fatırəs səməvati vəl-ard, əntə vəliyyünə fid-dünya vəl-əxirə, təvaffənə musliminə və əlhiqnə bis-salihin. Ancaq yalvara bilərik. Allahdan istəyərik ki, bizi müsəlman kimi yaşadıb, müsəlman kimi canımızı alsın. Və sonda 2 alimi misal çəkəcəm, təqva ilə bağlı. Baxın, görün, Allah s.ə.v. onlara günahdan necə çəkinməyi müvəffəq edir. Sonra onları necə ucaldır. Birincisi, Zazan Əl-Kindi, rahiməhullah, böyük tabinlərdəndir. Deyir ki, mən cavan ikən yaxşı zəmbur çalıb oxuyurdum, gözəl səsim var idi. Zəmbur saza oxşar alətdir. Həmişə dostlarımızla yığışırdıq, yiyib içirdik, çalıb oxuyurduq. Yenə bir gün dostlarımızla yığışdıq, ortaya şərab qoyduq, zəmburu götürüb başladım çalıb oxumağa. Bu vaxt bir nəfər bizim yanımızdan gəlib keçdi və mənə baxdı. Baxışları mənə təsir elədi. Sonra isə mülayim şəkildə mənə dedi, oğlum, əgər sən bu gözəl səsinlə Quran oxusaydın, çoxlu savab qazanardın. Ahirətdə böyük mükafata nail olardın. Dedi və çıxdı, getdi. Adam bu sözü elə dedi ki, qəlbim titrədi. Gözlərim yaşla doldu. Arxasınca getdim, gedim çatım ona təşəkkür bildirim. Artıq o günahlara tövbə eləmək qərarına gəlmişdim. Adamın arxasından çiynindən tutdum. Adam mənə tərəf çevriləndə baxdım ki, onun da gözləri yaşla dolur. Artıq başa düşür ki, Allah hidayət verir. Qucaqladı məni, dedi, aramıza xoş gəldin, qardaşım. Dedi, sevinə-sevinə də çıxdı, getdi ki, bir nəfər Allah onun əli ilə hidayət verdi. Qayıtdım dostlarımın yanına, dedim, bu adam kim idi? Dedilər, Abdullah ibn Məsud radiyallahu anh. Səhabələr belə idi. Münkər gördükləri yerdə onu dərhal
Ancaq mülayim şəkildə qabağını alardılar. Allah da onların dəvətinə bərəkət vermişdir. İkinci misal, məşhur mühəddis Abdullah ibn Məsləmə Əl-Qa'nəbi rahiməhullah var edir. Oğlu rəvayət edir, deyir ki, atam şərab düşkünü idi. Təsəvvür edin, adamın yaşı 40-ı keçib, gündə içir. Zahilliyin son dərəcəsinə çatır. Belə bir halda yenə bir gün dostları ilə vədələşdi ki, gələrsiz oturub yiyib içərik. Dostları gələnə qədər çıxıb bayırda qapının ağzında oturdu ki, onları gözləsin, gələndə qarşılasın. Elə bu vaxt baxdı ki, uzaqdan bir toplum gəlir. 300-ə yaxın adam, hamısı piyada gəlir. Bir nəfərdən başqa. O bir nəfər uzun qulağın üstündə, özü də qabaqda gedir. Heç kəs də onun qarşısına keçmir, hörmət əlaməti olaraq. Hamı da ona gedə-gedə suallar verir. Yaxınlaşır, toplumdan bir nəfərdən soruşur ki, bu kimdir belə? Deyirsən, bunu tanımırsan. Bu böyük mühəddisdir, hədis alimi. Şöbə İbn-i Həccəc. Deyir, nə? Hədis alimi? Yox. Keçir qarşı tərəflə. Uzunqulağın ofsarından tutur, dayandırır. Dayan görün. Mənə hədis danır. Alim bu cahilin ədəbsizliyini görür. Deyir ki, sən hədis danışılmağa layiq adam deyilsən. Sən hədisin qədrini bilməyəcəksən. Hədisi kimə gəldi danışmayın, qardaşlar. Hədisi danışmağa başlayanda baxın, məclisdəkilər əgər o hədisə etinasızlıq göstərəcəksə, dayanın. Subhanəkallahumma və bihəmdikə əşhədu ən la iləhə illə əntə əstəğfiruka və atubu ileyk deyin və məclisi tərk edin. Alim də ona o hədisi danışmaq istəmir. Lakin Abdullah ibn Məsləmə israr edir. Hətta xəncərini çıxarır, deyir ona. Mənə hədis danış. Şöbə ibn Həccəc deyir, yaxşı, danışaram. Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Bütün peyğəmbərlərdən miras qalmış bir söz var. Gözəl söz. Peyğəmbərlərin hamısı öz ümmətinə o sözü deyir. Utanmırsansa istədiyini elə. Abdullah başını aşağı salır. Utandığından. Xəncərini də atır kənara. Qayıdır, gəlir evə. Gözləri də yaşla dolub. Şərab şüşələrinin hamısını yığır. Aparır, boşaldır zibilliyə. Qayıdır, gəlir, əşyalarını toplayır. Anasına deyir ki, anacığım, mən gedirəm hədis öyrənməyə. Hədis elmini öyrənməyə. Və çıxır, gedir Mədinəyə. Mədinədə Malik ibn Ənəsin yanında qalır. Rahiməhullahdan elm öyrənir. Böyük mühəddislərdən birinə çevrilir. Tərcümə halına baxanda görürsən yazılır. Fikatun fikat. Etibarlıların ən etibarlısı. Rəvayətdə, yəni o hədis elmində dərəcələr var. Ən yüksək dərəcədə durur adam. Və adamın tələbələrinə baxanda onun nə cür alim olduğu bəlli olur. Tələbələrindən Buxari, Muslim, Abu Davud, Tirmidi və digərləri. Əvvəlinizə baxmayın, qardaşlar. Əvvəlimiz hamıda cahillik olur. Sonra Allah hidayət verir. Hidayət verəndən sonra ölənə qədər onun qədrini bilin, o nimətin və üzərində çalışın. Artırın. Alimlər deyirlər ki, ibrət naqis başlanğıcda yox, kamil sonluqdadır. Sonluğumuz yaxşı olsun. Gözəl sonluq da ancaq və ancaq kimlərə məxsusdur? Müttəqilərə. Gözəl sonluq ancaq müttəqilərə məxsusdur. Ömər ibn Abdüləziz rahiməhullah, bilirsiniz nə cür şəxsiyyət olur? Onun barəsində ayrıca bir xütbəmiz var. Gedin, qulaq asın. Dayana bilməyəcəksiniz. Onun həyatına qulaq asarsa ağlayacaqsınız. Şəxsiyyət olur. 2 il, 3 ay cəmi xəlifə olur. 15 əsrdəki dillər əzbəridir. Adam son nəfəsində Quran oxuyur. Və gəlir bu ayəyə çatır, indi deyəcəm ayəni. O ayədə dayanır
və ayəni başlayır təkrar oxuyur və vəfat edir. O ayəni deyə vəfat edir. Tilkə dərul əxirətu necəluhə lilləzinə lə yuridunə uluvan fil ardı və lə fəsədə vəl-əqibətu lil-muttəqin. Biz o axirət yurdunu yer üzündə təkəbbürlük göstərməyən və fəsad törətməyən kimsələr üçün hazırlamışıq. Gözəl aqibət də müttəqilərə məxsusdur. Bu ayəni oxuya rahiməhullah dünyadan köçür. Allahdan istəyim budur ki, Allah subhanahu teala bizlərə bu mübarək ayda kifayət qədər Quran oxumağı, zikirlər etməyi, dualar etməyi, ha belə ixlasla oruç tutmağı və gecə ibadətlərini yerinə yetirməyi, eləcə də qəlbimizdə olan kin-kudurəti aradan qaldırmağı, çoxlu sədəqə verməyi və nəhayət təqva ilə bağlı, təqvanı artıran hər bir amili yerinə yetirməyi nəsib eləsin. Allahümme əhti nüfusənə təqvahə və zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə və mevləhə Allahümme innə nəudu bikə min ilmin lə yəbhər və min qalbin lə yaxşə və min nəfsin lə təşbə və min duain lə yüstəcəbu lə Subhanək Allahümme və bihəmdik əşhədu ən lə iləhə illə ənd əstəğfiruka və atubu iləyik